Rusiyanın Kemerovo vilayətinin müstəntiqləri insanları uğurlamaqda və işgəncə verməkdə, habelə onları qanunsuz olaraq azadlıqdan məhrum etməkdə və qul əməyindən istifadə etməkdə ittiham olunan 3 azərbaycanlının işinə baxır. Lentaz yerli mediaya istinadla bildirir ki, əvvəllər məhkəmə istintaqın vəsatətinə baxmayaraq, onları həbsə göndərməyib və daha yüngül, müəyyən hərəkətlərə qadağa barədə həbs qətimkan tədbiri seçib. Lakin istintaq zamanı yeni cinayət epizodları üzə çıxıb və bununla bağlı təqsirləndirilən şəxslərin istintaq təcridxanasına salınması ilə bağlı təkrar vəsatət qaldırılıb. Müstəntiqlərin araşdırmasına görə 2012-ci ildən bəri cinayətkarlar Kuzbas şəhərində evsizlər də daxil olmaqla 9 nəfəri qaçırıb və onlardan qul kimi istifadə ediblər. Uğurlanan qadınlardan biri qaça bilib. Daha sonra hüquq mühafizə orqanları digər qurbanların da yerini müəyyənləşdirib. Müəyyən olunub ki, zərər çəkənlər işdən imtina etdikləri üçün onlara qarşı fiziki güc tətbiq edilib. Azad olunanlardan ikisi əvvəllər itkin düşmüş şəxslər siyahısına salınıb.